insan cavab verəcək Allah. Onun cəzası da var. Sözsüz ki, hətta mən sizə söz deyim, namazı tərk edənin 10 neçə dənə bəlası var. Hələ qılıb tərk edənin də qılmayanın da. Bizdə belə bir fikir var axı. Qılıb atson cəzası var, qılma bir ömür narahat olma. Hərdən deyirsən, niyə qılmırsan? Deyir, qılıb ataram, qorxuram. Amma indi qorxmur. Baxın, mənim qardaşlarım, mənim dəyərli bacılarım, sən qılıb atson da günahlı cəzası var, qılmasan da günahlı cəzası var. Bu şeytan da atıb zehnimizə. Bir bax, mən əvvəldən axıran qılmadım, görsə elə belə də yaşayın. Düz iş gördün. Qiyamət günü Allahın huzuruna gəlmişik. Allah deyir, namaz niyə qılmadın? Allah gördü, mən qılmadım, əvvəldən axıran möhkəm dayandım. Allah deyir, nə danışırsın? Sən demişəm, namaz qıl. Peyğəmbərimə demişəm, Peyğəmbərin qəlbi bu qədər təmizdir. Ona dedim ki, İnnə a'teynəkəl kevsər fəsəlli. Namaz qıl.